Hesablama Palatasının Gəncə şəhər icra hakimiyyətində apardığı auditin nəticələri ilə bağlı hesabatında diqqət çəkən məqamlardan biri də Gəncə İdman Sarayının tikintisi ilə bağlı xərclərin şişirdilməsidir. Ötən gün bu barədə yayılan məlumatlara görə hesabatda qeyd olunur ki, Gəncə İdman Sarayının tikintisi işlərinin dəyəri 9 milyondan artıq artırılıb. Qaynar infonun araşdırması zamanı isə məlum olub ki, Gəncə İdman Sarayının tikintisi ilə bağlı ilk satın alma müqaviləsi 2020-ci ilin aprelində Rövşən Oğuz Qrup MMC ilə bağlanıb. Müqavilənin maliyyə dəyəri 4 milyon 600 min manat olub. Satın alma proseduru bir mərtəbə metodu ilə həyata keçirilib. Lakin bu vəsait sarayın inşasına bəs etməyib. Gəncə şəhər icra hakimiyyəti 5 ay sonra, yəni 2020-ci ilin sentyabrında Gəncə İdman Sarayının tikintisi ilə bağlı bir mərtəbə metodu ilə daha bir müqavilə imzalayıb. Bu müqavilənin maliyyə dəyəri 1 milyon 800 min manat olub. 2021-ci ilin mart ayında isə sarayın tikintisi ilə bağlı Rövşən Oğuz Qrup MMC ilə 9 milyon 400 min manatlıq növbəti satın alma müqaviləsi imzalanıb. Həmin ilin avqust ayında sarayın tikintisinə satın alma yolu ilə 5 milyon manat ayrılıb. 2021-ci ilin dekabrında isə yenə də Gəncə şəhər icra hakimiyyəti ilə Rövşən Oğuz Qrup MMC arasında maliyyə dəyəri 181.600 manat təşkil edən daha bir müqavilə imzalanıb. Gəncə şəhər icra hakimiyyəti ilə Rövşən Oğuz Qrup MMC arasında İdman Sarayının tikintisi ilə bağlı əməkdaşlıq 2022-ci ilə qədər davam edib. Həmin ilin mart ayında tərəflər arasında 15 milyon manat dəyərində satın alma müqaviləsi imzalanıb. 2022-ci ilin sentyabr ayında isə tərəflər növbəti satın alma müqaviləsini imza atıblar. Bu müqavilənin maliyyə dəyəri 10 milyon manat təşkil edib. 2023-cü ilin mart ayında Gəncə şəhər icra hakimiyyəti ilə Rövşən Oğuz Qrup MMC arasında 28 milyon 663 min manatlıq, 2025-ci ildə isə 4 milyon manatlıq daha 2 satın alma müqaviləsi imzalanıb. Beləliklə 2020-ci ildən 2025-ci ilədək Gəncə İdman Sarayının tikintisinə ümumilikdə 78 milyon 644 min manat pul ayrılıb. Sarayın inşasını həyata keçirən Rövşən Oğuz Qrup MMC 29 aprel 2009-cu ildə qeydiyyata alınıb, nizamnamə kapitalı 40 manatdır. Hüquqi ünvanı Əhməd Rəcəbli 1 ev 8-də Ador Plazanın 3-cü mərtəbəsində yerləşir. Şirkətin qanuni təmsilçisi Mustafayev Hafiz Carioğludur. Rövşən Oğuz Qrup MMC-nin internet səhifəsində qeyd edilib ki, şirkətin əsası 91-ci ildə qoyulub. MMC 100% yerli kapital əsasında fəaliyyət göstərir. Şirkətin rəhbəri Hafiz Mustafayev haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. Gəncə şəhər icra hakimiyyətinin başçısı isə Niyazi Bayramovdur. O 2018-ci ildən şəhərə rəhbərlik edir.